Bir dəfə baş düşünüb gəldi belə bir qərara. Yığdı qaşı, gözü, burnu, qulağı bir kənara. Dedi bir məsləhətim, yaxşılığım var sizə. Gizli bir sirri gərək, eyliyim aşkar sizə. Dili öldürməliyik, yoxdur onun xeyri bizə. Acı sözlər danışır, xalq dağıtır şillə sizə. Dilin üstündə ne için dögülək biz qara gün? Danışan dildir, ne için sögülək biz qara gün? Onun için bura yığdım ki sizin hamınızı, ki gedin dildən alın mütləq intiqamınızı. Göz, qaş, ağız, burun gedirlər dilin yanına. Götürürlər dili tezliklə başın ünvanına. Baş dili görecek o saat deyirsən ölməlisən. Sənin üstündə döyüldüyümüzü sən bilməlisən. Danışıb sən ne için xalqa atırsan acı söz? Səndən ötürü əzilir sonra qulaq, baş, qaş, göz. Acı sözlə bizi döydürməyə öyrənməginə. Ağızın içine girip sonra da gizlənməginə. İndi bildin mi sənin bir belə çoxdur günahın? Nə bayaqdan deyinirsən güya yoxdur günahın? Onu baş deyir dilə. Göründü dil nə deyir başa? Deyir ey baş gəl mənim üçün sən danışma nağıl. Sən baş olsan da inan səndə çox zəif ağıl. Dil başın hökmü ilə söhbət edər ey bədbaxt. Düşünməsən acı söz mən danışmaram heç vaxt. Yaxşı başsansa acı kəlmə fikirləşməginə. Sonra mən də danışanda sən əsəbləşməginə. Başıboş adamların pişli yıxıb el obanı yazmağa vadir ediblər bunlar Məşəd babanı.